Deməli, qarajımıza Hyundai Elantra yaxınlaşıb. 2011-ci il 1.8 motor. Karabkasında VLT səs gəlirdi. Filtri iç hissədən tutulub. Deməli, üçün paketi friksonları yeyildiyinə görə, baxın. Üçün paketin friksonları yeyilib. Bir də 5 ilə 6 friksonları yeyilib. Bu hissəsi yeyildiyinə görə həm səs edir, həm də filtri tutulub. Zabit olub deyə o da səs edir. Bundan əlavə, yəni bu da vaxtında karabka yağını dəyişmirlər deyə problem ona görə belə olur. Görürsünüz, iç hissəsi qaralıb. Beyni də yuyulacaq. Maşın inşallah təzə friksonlar qoyulub normal vəziyyətinə gətiriləcək. Deməli, içərisi pis günlərdir. Baxın, içərisində qışın yuyulur. Tərtəmiz. Belə yuyuruq tərtəmiz, sonra iç hissəsini yığacaq. Çünki belə yuyulmasa, sonra çirklilik qalır. Orada qara yağların çirkləri qalır deyə normal olmur da, sonra normal işləmir. Sonra gedir qırmızı yağla qarışır, başlayır çirk olmağa. Arxa səslər kimi, yəni tamamilə natamam sökülür, yuyulur belə. Deməli, açırıq baxım, bu vəziyyətdə görürsünüz, yəni yağı da tökülür, yəni pis gündədir yağı. Bu vəziyyətdə iç hissələri baxın, iç hissələri, yəni bunlar hamısı yuyulacaq, tərtəmiz. Bunlar görürsünüz, yəni pis gündədir. Bir də daçiklər görürsünüz, daçikləri. Deməli, bunlar hamısı bir-bir iç hissələri yuyulub, hava vurulacaq. Görürsünüz, bunun iç hissəsi, yaxına gəl. İç hissələri görürsünüz, çirklənib, bunlar hamısı yuyulacaq bir-bir. Tərtəmiz yuyulanda da sizə videosunu çəkib göndərəcəm, göstərəcəm. Şimdi baxın, yuyulub, yəni beyni yuyulub. Beyni tamamilə sökmüşəm. Otları hamısı burada. İçinin mexanizmləri, bujinləri hamısı buradadır. Yuyulub iki tərəfi. İki tərəfi yuyulub. Yığacam yerinə normal vəziyyətinə gətirəcəm. Bunları da yuyacam. Orijinal yağından tökürük ki, belə yağlanmalıdır bu. Yağlandan sonra yumuşaq içərisini tərtəmiz təzə friksonlar qoymuşuq. Hələ friksonlar yeyilib, şöyle friksonlar videoda var.